Deyirəm dostlar, bu gülün də bir başqa gözəlliyi var da. Bax, görürsünüz necə qəşəng. Al qırmızıda dostlar. Deməli, gülümüzün adlarına Kitajski roza dostlar. Bax, köşklərini də göstərim sizə qalanlıqlarını. Bunları dostlar tam arxayın aparıb həyətlərinizdə torpaqlara əkə bilərsiniz. Tam arxayın. İndi bilirəm suallar çıxa bilər ki, bəs bu otaq gülü deyilmi? Xeyr dostlar, bu otaq gülü deyil. Bunun otaq gülü olan növü dostlar budur. Bak bunun da gülü düzdür, beləncə olur. Bak bu formadasır gülü. Amma dostlar bu həyət üçündür, bu otaq üçündür. Dostlar bunların fərqini siz necə ayırd edə bilərsiniz? Onu sizə izah edeyim. Az da olsa bilmiş olarsınız. Deməli dostlar, bax ev üçün olanların yarpaqları belə nəzik olur. Amma çöldə əkən Kitajskidən dostlar yarpaqları belə qalın olur. Bax ən azı fərqi buradan bilərsiniz sizlər də. Bana deməli dostlar, əgər sizə bu xoş gəldisə bu video, marifləndirsə də, xahiş edirəm videonu bəyənəyin, paylaşağın, bilməyənlər də bilsin.